Çox sürücü bu suala səhv cavab verdi və ya ümumiyyətlə cavab verə bilmədi. Sürücülərə belə bir sual vermişdim ki, göstərilən yerdə duran sürücülərdən hansı qayda pozur? Düzgün cavab verən savadlı sürücüləri təbrik edirəm. Bəli, qırmızı avtomobilin sürücüsü və qarşıdakı sarı kabinəli yük avtomobilin sürücüsü qayda pozur. Biz isə hər zamanki kimi şəkili detallı incələyək. Diqqət edin, üç tərəfli yol ayrıcı sayılmayan kəsişmə görürük. Yol ayrıcı deyil, çünki yol nişanı var. Sağda YDM-dir, yanacaq doldurma məntəqəsidir. Başlayaq qırmızı avtomobildən. Qırmızı avtomobilin sürücüsü 3.27 nişanının tələbini pozur. Göstərilən yerdə 1 saniyəlik dayana bilməzdi, nəinki durmaq. Mikroavtobusun sürücüsü qayda pozulmur. Niyə? Çünki bura yol ayrıcı deyil. Biz bilirik ki, üç tərəfli yol ayrıcında yan keçidin qarşı tərəfində bəli. Əgər ortada 1-1, 1-3 və ayrıcı zolaq yoxdursa, orada 1 saniyəlik dayanmaq olmazdı. Amma bura yol ayrıcı olmadığı üçün mikroavtobusun sürücüsü qayda pozulur. Mavi yük avtomobilinin sürücüsü də qayda pozulur. Yəni bura yol ayrıcı olmadığı üçün kəsişmədən 5 metr saxlamaq zorunda deyil. Bəli, yol ayrıcı olsaydı, mavi avtomobilin sürücüsü qayda pozardı. Çünki kəsişmədən 3 metrə yox, 5 metr saxlamaq lazım idi. Mavi də pozmur. Qarşıdakı sarı kabinəli yük avtomobilinin sürücüsü kobud qayda pozur. Biz bilirik ki, iki tərəfli yolda maddə 52-nin birinci hissəsinə görə yolun sağ tərəfində dayanmaq lazımdır. Da belə əksə çıxıb dayanmaq olmaz. Sağ olun, sizinlə Mərzə müəllim idi.